Köhnə binadır. Neçə vaxtlardır deyirlər ki, burada ruhlar, yadlar var. İndi içəri baxmağa çalışırıq. Görək içəridə nə var. Bir de maşının benzini tutarıbdı. Görüm evde benzin var mı yok mu onu aktarmaya çalışacağım. Herkes salam, mən Aslan. Yenə bir açıqlama videosu ilə qarşınızdayım. Açıqlamaya keçmədən əvvəl yəqin ki, treyleri gördünüz. Artıq qorxu oyununun son versiyasını hazırladım. Ana menüsünü dəyişdim. Canavarın bizi tutması üçün kod yazdım. Çünki o birisi versiyada birisi də canavar gəlir yanımıza, ancaq bizi tutmur. Belə dostlar, qorxu oyununu qurtardım. Bir də onu deyim ki, oyunu hardan əslindəndən deyəsinizsə, Instagramda yəqin ki bir video vardı, görmüşsünüzdür. O videonun mən davamını təsəvvür edərək bu oyunu düzəltdim. Oyun haqqındakı məlumatlar bu qədər idi. İndi gəldik açıqlamaya. Bildiyiniz kimi 3 ay əvvəl bir video paylaşmışdım. O videoda artıq birinci yarım ili qurtardığımı və video atmağa yenidən başlayacağımı demişdim. Ancaq ki dostlar, bu yalan oldu. 3 ay video gəlmədi. Səbəbini deyəcək olarsaq da, səbəbi isə video atmaq yadımdan çıxmışdı. Həmişə öz-özümə deyirəm də ki, video atacağam. Ancaq dostlar, yadımdan çıxır və bu qərara gəldim ki, artıq bu kanala video atmayacağam. Çünki dediyim kimi, həmişə öz-özümə deyirəm də ki, video atacağam. Belə video atacağım, ancaq yadımdan çıxır. Ona görə buna görə də dostlar, bu kanala artıq video gəlməyəcəkdi. Son videoda bu trailer olsun dedim. Mayın 19-unda da yeni güncəlləməni bir video ilə yayımlayıb, ondan sonra da video atmayacağam. Son dəfə deyəcək olarsaq, bu günə qədər mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Dediyim kimi, artıq bu kanala video gəlməyəcək, çünki yadımdan çıxır video atmaq. Ancaq ki, elə olar 1-2 dənə video paylaşarım. Nə bilim, nə onda yadıma düşsə. Nəysə. Dediyim kimi, mənə dəstək olan hər kəsə buradan təşəkkür edirəm. Sağ olun. Bay bay.